20 yanvar faciəsinin 36-cı il dönümü ilə əlaqədar həm paytaxtda, həm də bölgələrdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yanvar faciəsinin 36-cı il dönümü ilə əlaqədar ölkə olaraq bir dəqiqəlik sükut elan edilir. Bakı metrosunun 20 yanvar stansiyasında qatarların və sərnişinlərin hərəkəti dayandırılıb. Bütün stansiya və tunellərdə fit səsi eşidilir və şəhidlərimizin əziz xatirəsi yad edilir. Hər kəs əbədi məşəl kompleksini ziyarət edir və şəhidlərə dərin hörmət və ehtiramını bildirir. Vətənimizin azadlığı və bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsini dərin hörmət və ehtiramla yad edirlər. Həmin gün mən Bakıda idim. Həmin dəhşətli hadisənin şahidiyəm. Və çox ağır günlər idi. Sovet ordusu tərəfindən qırılan cəmaat İndi də gözümün önündən getmir. Bütün şəhidlərimizə Allah rəhmət eləsin deyirəm. Məkanları cənnət olsun. Burada uyuyan 1-ci Qarabağ müharibəsi şəhidləri və Vətən müharibəsi şəhidləri Oğuz rayon sakinləri tərəfindən yad edilir. Xalqımız silahsız, əl-yalın, sinələrini tankların qabağına verərək öz azadlığı uğrunda mübarizə apardı. Bütün şəhidlərimiz bizim üçün fəxirdir, bizə baş ucalığıdır. Yaşasın Azərbaycan xalqı ki, bu millətin şəhidlik zirvəsinə dəyər verir və bu günü illərlə yad edir. Bütün şəhidlərimizin əziz xatirəsini yad edirik. Allah şəhidlərimizə rəhmət eyləsin. Şəhidlərimizin haqqı unudulmazdır. Qanını biz üçün fəda edən şəhidlərimizin sayəsində biz azadlığımızı əldə etdik. Bəs həmin gün, bugün tariximizdə bir azadlıq rəmzi kimi yadımızda qalıb. Onlar bizə göstərdilər ki, vətən sevgisi sözdə deyil, duruşla sübut olunur. Və bugün bizim hər birimizin borcu onların ruhunu yaşatmaq.